Riyaziyyat 11-ci sinif OTK sınağının izahına baxaq. 31-ci sual. X, y kvadrat minus 1 plus y, x kvadrat minus 1 bölünsün x, y minus 1. Mötərizəni açsaq, bu şəkildə alırıq və 2-2 qruplaşdırsaq, bu da y olacaq. X, y mötərizə xaricinə çıxarsa y plus x, mənfi çıxır x plus y, bölünsün x, y minus 1. Ortaq vuruq kimi x plus y-i çıxartsaq, alırıq x, y minus 1, bölək x, y minus 1. İxtisar aparsaq, alırıq x plus y. Doğru cavab D variantı. Keçdik 32-ci sualın izahı. 32-ci sualda tənliklər sistemi verilib. 2x, x plus 3y, 2y, 7, 8 olarsa, ikinci tənliyi mənfi 2-yə vursaq, hər bir həddini alarıq. Birinci tənlik olduğu kimi qalsın. Alırıq mənfi 2x minus 4y bərabər mənfi 16. Toplama üsulundan istifadə etsək, mənfi y bərabərdir mənfi 9-a. Y bərabərdir 9 alırıq. Bunu ikinci tənlikdə yerinə qoysaq, 2 vur 9 bərabərdir 8. X bərabərdir 8 çıx 18 mənfi 10. X çıx y mənfi 10 çıx 9 mənfi 19-a bərabər olacaq. Doğru cavab C variantıdır. 33-cü suala baxaq. Belə bir qrafik verilmişdir. Mənfi 1, 5 kəsişmə nöqtələridir. M təpə nöqtəsini nəzərə alsaq, mənfi sonsuzluqdan M daxildir. Birləşmə M alır, daha doğrusu artma aralıqdır. M-in düsturu mənfi B bölək 2A ilə tapılır. X1 bərabərdir mənfi 1, Y1 bərabərdir 0, X2 bərabərdir 5, Y2 bərabərdir 0 nəzərə alsaq, funksiyada yerinə qoysaq, alarıq ki, A minus B plus C bərabərdir 0, 25A plus 5B plus C bərabərdir 0. Birinci tənliyi mənfi 1-ə vursaq, alırıq mənfi A plus B minus C bərabərdir 0, 25A plus 5B plus C bərabərdir 0. Tərəf-tərəfə toplasaq, 24A bərabərdir mənfi 6B, B bərabərdir mənfi 4-ə alırıq. M bərabərdir mənfi B bölək 2A alsaq, mənfi 4A, bu da müsbət eləyəcək, bölək 2A, 2 alırıq. Mənfi sonsuzluqdan 2-yə kimi bu birləşmə, funksiyamız artır. Doğru cavab bizdə olacaq Y variantı. Gəlin baxaq. 34-cü sualın izahına baxaq. 34. Kök altda 17 çıx 3 ədədinin kəsr hissəsini tap deyir. Kök altda 17 çıxılsın, tamı 4-ə yaxındırsa, 4 çıxırıq və üstünə 1 əlavə eləyək ki, mənfi 3-ü versin. Bizdə bu hissə olacaq kəsr hissə, 1 hissə olacaq tam hissə. Bizdən kəsr hissəni soruşduğu üçün doğru cavab A variantıdır. 35-ci sualın izahına baxaq. 1 minus i vurulsun, 1 minus i üstü 7 bölünsün. 1 minus i üstü 10 vurulsun, 1 plus i üstü 4. Sadələşdirsək, 1 minus i qalsın. i üstü 7-ni tapaq. i kvadratının kubu vuraq i üstü 1. Mənfi 1-in kubu vur i. Mənfi i-yə bərabərdir. Onda 1 plus i olacaqdır. Mənfinə mənfi müsbət verir. i üstü 10, i kvadrat üstü 5 verir. Mənfi 1 üstü 5 mənfi 1-ə bərabərdir. 1 plus 1 olacaqdır. i üstü 4, i kvadratının kvadratı verir. Mənfi 1-in kvadratı müsbət 1 verir. 1 plus 1 olacaqdır. Sadələşdirsək, məxrəc 9, məxrəc 4. 1 minus i kvadrat, 1 plus 1 böl 4, 2-də 1, doğru cavab C variantı alarıq. Gəlin 36-cı sualın izahına birlikdə baxaq. 36.
36-da NA 7-yə bərabərdir, NB 4-ə bərabərdir. B alt çoxluqdur. A varsa bilirik ki, alt çoxluqdursa onun B çoxluğu A çoxluğuna daxildir. Onda birləşmə 7-ni verəcəkdir. Kəsişmədə isə ortaqları götürürük. Ortaq da B çoxluğunu verir. 7 plus 4 11. Doğru cavab Y variantı alırıq. 37-ci sual. ABC düzbucaqlı üçbucağında B 90 dərəcədir. A koordinatları 2 -1, B koordinatı -1 3, BC 12 olarsa AC tərəfini soruşur. A və B nöqtələri arasındakı məsafəni tapsaq, iki nöqtə arasındakı məsafə düsturuna əsasən -1 - 3-ün kvadratı bu bizdə verəcək 9 plus -1 - 3-ün kvadratı 16, kök altda 25, ondan da çıxır 5. Demək AB tərəfi 5-dir. Pifaqor təliminə görə AC bərabərdir 5-in kvadratı plus 12-in kvadratı, yəni 13-ə bərabərdir. Doğru cavab A variantı. Gəlin baxaq 38-ci sualın izahına. 38-ci sualda sinus alfa bərabərdir 3-də 1, tangens kvadrat alfanı soruşur. Tangens sinus alfa bölü kosinus alfanın ümumi kvadratına bərabərdir. Kosinus alfa bərabərdir kök altda 1 minus sinus kvadrat alfaya. Buradan nəzərə alsaq 1 çıx 9-da 1, kök altda 8 bölü 9 və yerinə qoysaq alarıq ki 3-də 1 böl kök altda 8 böl 3-ün kvadratı, 3-lər ixtisar gedir. 1 böl 8 doğru cavab C variantı. Gəlin 39-cu sualın izahına baxaq. 2 tangens x bərabər bölünsün 1 çıx tangens kvadrat x 1-ə bərabər. Bu bizə tangens 2 alfanı verəcək. 2x bərabərdir pi böl 4 plus pi k. 2-yə də hər birini bölsək, pi böl 8 bölək pi k böl 2. Doğru cavab B variantı. Gəlin 40-cı sualın izahına baxaq. Oturacağın radiusu 4 olan konus. Konus çəksək, radius 4-dür. Essiyan pi rl düsturu ilə tapılır. Essiyanın qiyməti 36 pi. Pi vurulsun 4 vurulsun L. Buradan da L bərabərdir 9 alırıq. Doğru cavab B variantıdır. Gəlin 41-ci sualın izahına baxaq. 3, 4, A 3 rəqəmli ədəddir. Rəqəmlərin cəmi 3-ə bölünməlidir. A-ya bu ən böyük qiymət soruşduğuna görə 9 versək ödəmir, amma 8 versək 15 alırıq. 15 də 3-ə bölündüyü üçün doğru cavab Y variantına bərabər olacaq. Gəlin 42-ci sualın izahına baxaq. 42-ci sualda isə bu çevrəyə çəkilmiş toxunan və kəsən verilibdir. A bucağı 40 dərəcədir. C bucağını soruşur. Bilirik ki, radius toxunana nə olur? Perpendikulyar olur. Mərkəzi bucaq əgər daxilə çəkilmiş 40-dırsa, mərkəzi bucaq 80-ə bərabər olacaqdır. Üçbucağın bucaqların cəmi 180 olduğuna görə bucaq C bərabərdir 10 dərəcə alırıq. Doğru cavab A variantını alırıq. Gəlin 43-cü sualın izahına baxaq. 43-cü sualda oxşar üçbucaqlardan oxşarlıq əlamətindən istifadə edəcəyik. D, Y, B, C 6, 3, 2. Bizdən BC tərəfini soruşur. Üçbucaq ADY oxşardır üçbucaq ABC-yə. Çünki tərəflər D tərəfi BC-yə paraleldir. AD 3, onda AB olacaq bizdə 9. Oxşarlığın nisbətinə əsasən 9-un 3-ə nisbəti x-in 2-yə nisbətinə bərabərdir. 3x bərabər 18, x bərabər 6 alırıq. Doğru cavab D variantı. Gəlin 44-cü suala baxaq.
A, B, S üçbucağı verilmişdir. Çəkirik A, B, S. CD medianı çəkilmişdir. M nöqtəsi medianların kəsişmə nöqtəsidir. Bilirik ki, medianların kəsişmə nöqtəsinə əsasən S-in MD-yə nisbəti 2-nin 1-ə nisbətinə bərabərdir. Yəni 2K 1K nisbətində bölünür. S, BMD 5-ə bərabərdir. Biz sahələrini S, o digər sahə 2S götürsək, SMBD 5-ə bərabərdirsə, SMBS 5 vur 2 10-a bərabər olacaq. Onda SBDS 5 plus 10 15-ə bərabər olacaq. Median sahələri bərabər olan iki üçbucağa ayırdığı üçün SABS 2 vur 15 bərabərdir 30 olacaq. Doğru cavab 30-a bərabərdir. Gəlin birlikdə 45-ci sualın izahına baxaq. Belə bir çevrə verilmişdir. Bu çevrəyə toxunan və kəsən çəkilib. SY nöqtəsi, O mərkəz, bu 8-90 dərəcə. A kəsmə nöqtəsinin D ilə adlandırılıb. OD 8-dir, radius 10-dur. Gəlin radiusu 10 götürsək, bilirik ki, radius da toxunana perpendikulardır. OD YS-yə paralel olduğu üçün biz DOYS düzbucaqlığını almış oluruq. OD 8 olarsa YS də 8-ə bərabərdir. Burada isə bir B nöqtəsi var. DB parçasını Pifaqor teoreminə əsasən tapsaq, 10 kvadrat çıx 8 kvadrat bərabərdir 6-ya bərabər olacaq. Radius 10-dursa, uyğun olaraq, paralel olaraq DS də 10 olacaq. X-i 6 tapdıqsa, BS parçası 10 çıx 6 bərabərdir 4-ə bərabər olacaq. Doğru cavab 4. 46-cı sualın izahına baxaq. Здравствуйте, туда иди. В 6-й. A kiçik B kiçik S olarsa, bizə deyir ardıcıl tək ədədlərdir. Modulda A minus B plus, modulda S minus A plus, modulda B minus S ifadəsinin ədəd qiymətini tapın deyir. Birinci baxırıq ki, A B-dən kiçikdirsə, modulda müsbət ədədlər çıxdığı üçün B minus A şəklində yazacağıq. S onsuz A-dan böyükdür olduğu kimi qalır. B S-dən kiçik olduğuna görə modulda müsbət ədədlər çıxır deyə yerini dəyişsək, alırıq ki, 2S minus 2A ifadəsini almış oluruq. Düzdürmü? Elə almamısan cavabı? Bax, bir də deyirəm, B A-dan kiçikdir, B A-dan böyükdür, yerini dəyişdik, B minusa. S A-dan böyükdür olduğu kimi qalır. B S-dən kiçikdirsə, demək yerini eləməliyəm, dəyişirəm. Modulda müsbət ədəd çıxır deyə. S minus B. Bu şəkildə göstərsək, müsbət mənfi gedir. 2S minus 2A ifadəsini alırıq. 2 də S minus A-ya bərabərdir. Məsələn, ardıcıl tək ədəd tutaq ki, A1, B3, S5 verərsə, düzdürmü? 2 vurulsun, 5 minus 1, 2 vur 4, nəyə bərabər olacaq? 8-ə bərabər olacaq. Yəni, ardıcıl tək ədədlər sonra gələn əvvəlkindən 2 vahid böyük olur. Gəlin 47-ci sualın izahına baxaq. 47. 47-də mötərizə x minus 1, 5 minus x böyükdür 0 bərabərsini ödəyən tam ədədlərin cəmini tap. Birinci bərabərsliyi sadələşdirsək, x minus 5 yerə mənfi 1-ə vursaq, alarıq kiçik 0 bərabərsini alırıq. 1 kökü 1, ikincini 5 alsaq, tənli kimi həll etsək, ancaq 1, 5 intervallara ayırsaq, 6-nı qoysaq müsbət, mənfi, müsbət işarələrini alırıq. 4 qoyanda mənfi alınır, 0 qoyanda müsbət alınır. Kiçikdir 0-dırsa mənfi aralığı götürürük. 1, 5 aralığı olacaq. Cavabımız bu aralığa daxil olan tam ədədlər 2, 3, 4. Cəm 9-a bərabər. Doğru cavab 9. Gəlin 48-ci sualın izahına baxaq. 125 üstü loqaritma 5 əsaslarına x bərabərdir 64. 125 5-in kubu üstü loqaritma 5 əsaslarına x bərabərdir 64 yazsaq,
3'ü x-in üstünə qüvvət şəklində yazsaq, loqaritmin xassəsinə görə 5 loqaritma 5 ixtisar gedir. X kubu bərabərdir 64, x bərabərdir 4 alırıq. Doğru cavab 4 almış oluruq. Gəlin 49-cu sualın izahına baxaq. 49. Piramidanın oturacaqları düzbucaqlı üçbucaqdır. Piramidamız bu şəkildə olacaqdır. Piramidanın həcmi 120 olarsa, onun hündürlüyünü tap. Piramidanın həcm düsturu 3də 1, S oturacaq, bıraq H. S oturacaq düzbucaqlı üçbucaq olduğuna görə 2də 1 AB ilə tapırıq. 9 vur 10, o da 45-ə bərabərdir. Düzdürmü? Həcmdə 120-dir. H bərabərdir 3V bölək S oturacaq. 3 vur 120 böl 45. 360-ı 45-ə bölsək, alarıq 8. H 8-ə bərabərdir. Anlamısan? Gəlin 50-ci sualın izahına baxaq. 50-ci sual. Belə bir üçbucaq verilmişdir. A, D, B, C, DC tərəfi 5-dir, AB 8, 30 dərəcə var. Bizdən SBDC-nin sahəsini soruşur. SBDC-nin 2də 1 AH düsturu ilə tapmaq olar. A var, H-ı tapaq. B nöqtəsindən hündürlük çəksək, BK hündürlüyü çəksək, B, ABK üçbucağında, üçbucaq ABK-da 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısına bərabərdir. Yəni 8 bölü 2 4-ə bərabərdir. H-ı tapdıq. Onda SBDC bərabərdir 2də 1 5 vur 4. 10-a bərabər olacaq. Doğru cavab 10-dur. Gəlin 51-ci sualın izahına baxaq. Yaşları nisbəti 3-ün 5-ə, birincini 3x, ikincini 5x götürsək, iki qardaşın yaşları nisbəti 6 ildən sonra 3x plus 6, 5x plus 6 olacaqdır. Yaşları nisbəti isə 4də 3-ə bərabər olacaq. 12x plus 24 bərabərdir 15x plus 18, mənfi 3x bərabərdir mənfi 6 alsaq, x bərabərdir 2 alarıq. Qardaşların indiki yaşların cəmini tap. 3 vur 2 6, 5 vur 2 10, yaşları cəmi 16-ya bərabər olacaq. Doğru cavab 16. Gəlin 52-ci sualın izahına baxaq. S10 ədədi silsilədir. Ayın S10 çıx S9 16-ya bərabərdir. 10 həddin cəmindən 9 həddin cəmini çıxanda bizə A10-u verir Nuray. A10 nəyə bərabərdir? 16-ya. S12 çıx S11 bərabərdir 10. 12 həddin cəmindən 11 həddin cəmini çıxanda nəyi verir? 12-ci həddi verir. 10-a bərabərdir. A11-i tap deyir. 11-ci hədd. Ədəd ortamı düsturuna əsasən 16 plus 10 böl 2, 26, 2-yə də bölsək 13 alırıq. Doğru cavab 13. Gəlin 53-cü sualın izahına baxaq. 53-cü sualda belə bir düzbucaqlı verilmişdir. A, B, C, D kəsmə nöqtəsi O-dur. OC 3x plus 1-dir. BD 5x nədir? Minus 7-yə bərabərdir. Bəli. CD isə 10-dur. Düzbucaqlının perimetrini tap. Diaqonallar kəsişir kəsmə nöqtəsində yarıya bölünür. Həm də diaqonallar bərabər olduğuna görə hissələrdə bərabər olacaqdır. Mənfi 2x bərabər mənfi 8, x bərabərdir 4 alırıq. OC bərabərdir 3 vur 4 plus 1, 13 alarıq. Onda AC bərabərdir 13 vur 2, 26 alarıq. AC-ni 26 aldıqsa, CD 10-dursa, Pifaqor teoreminə görə AD bərabərdir 26-nın kvadratı çıx 10-un kvadratı. 676 çıx 100, 576.
adi tərəfi 24 olacaqdır. Perimetr 2 vur A plus B düsturuna əsasən 2 vur 34 68-ə bərabər olacaqdır. Doğru cavab 68. Gəlin 54-cü sualın izahına baxaq. 54. İlk 12 natural ədəddən 12 kartın olduğu qutudan təsadüfən 2 kart çıxarılır. Birinci kartdakı ədədin sadə ədədlər bizdə 2, 3, 5, 7, 12-yə qədər 11 olacaqdır. İkinci kartda isə 4-ə bölünən 4, 8, 12 olacaqdır. Say 5-ə bərabərdir, say 3-ə bərabərdir. Ehtimalı tapsaq 12-də 5 vur. Birinci dəfə 12 kart çıxarılıbsa, bir kart çıxarıldığı üçün 11 kart qalır. 11-də 3, ixtisar aparsaq 4, 44-də 5-ə bərabər olacaq. İnanmısa. Bir də deyirəm, 2 kart çıxarılır. Birinci kartdan sadə ədəd 2, 3, 5, 7, 11-ə bərabərdir. Say 5-dir. İkinci kart 4-ə bölünən 4, 8, ilk 12 deyirsə 12-ni də götürürük. Say 3-dür. Birinci kartdan 12-də 5 yazırıq. 11 kart qaldığı üçün 11-də 3 yazacaq. İxtisar apardıq. Doğru cavab 44-də 5-ə bərabərdir. Gəlin 55-ci suala baxaq. İclas zalındakı oturacaqların 20% doludur. Oturacağın sayını bilmirik. X götürsək 20% doludursa x vur 20 bölü 100 0,2 x bərabər olacaq. 96 əlavə olunarsa, nə fərq gəlirsə, oturacaqların 60% dolur, yəni 0,6 x-ə bərabərdir. Buradan alırıq 960 bölünsün 4, yəni 240. Zaldakı oturacaqların ümumi sayı 240-a bərabərdir. Bununla da sınaq bitmiş sayıldı.